Salam gənclər, Maqın yeni buraxılışında hər birinizi xoş gördük. İdmana, xüsusilə idman elmlərinə maraq olan hər kəs ekrana daha yaxın əyləşsin. Çünki biz bugün ASA, yəni Azərbaycan İdman Akademiyasının 2025-ci ildə qazandığı uğurlardan danışacağıq. Bəli, əziz dostlar, hazırda Azərbaycan İdman Akademiyası adına qonaqlarımız studiyamıza da xoş gəlmisiniz hər biriniz. Sağ olun. Salamlayırıq sizi. Biz bugün Azərbaycan İdman Akademiyasının 2025-ci ildə qazandığı uğurlardan danışırıq və xüsusilə son dönəmlərdə ümumiyyətlə biz artıq Azərbaycan İdman Akademiyasını ASA adlandırırıq. Çünki maraqlı bir rebrandinq olub. İstərdim ki, İlker xanım, gəlin bu barədə elə danışaq ki, bu ildə sizin üçün yenilik oldu ki, artıq Azərbaycan İdman Akademiyası ASA olaraq adlandırıldı. Bu rebrandinqin əsas məqsədi nə idi? Çox sağ olun sualınız üçün və bu mövzuya toxunduğunuz üçün təşəkkürlər. Azərbaycan İdman Akademiyasının adı keçən ilin may ayına qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idi. May ayında Nazirlər Kabinetinin qərarı çıxdı və 2025-də olub. 24-ün may ayında olub bu və 24-ün may ayında həm akademiyanın hüquqi statusu dəyişdi, publik hüquqi şəxs oldu, həm adında dəyişiklik edildi. Adı daha qısaldı, yığcamlaşdı. Azərbaycan İdman Akademiyası kimi adlandırıldı və 2024-ün may ayından etibarən Nazirlər Kabinetinin bu qərarı çıxdıqdan sonra bir neçə dəyişiklik etmək zərurəti yaranmışdı. Məsələn, struktur dəyişikliyi oldu, idarəetmədə bəzi dəyişikliklər oldu. Bənzər formada da brendinq məsələsinə qayıtdıq və istər-istəməz ad dəyişdiyinə görə loqo və sair məsələləri yenidən gündəmə gəldi. Və biz brendinq, ümumi yeni adımızı cəmiyyət üçün istifadə edəcəyimiz yeni kimliyimizi işləyərkən daha çox məqsədlərimizə baxdıq, strateji inkişaf hədəflərimizə baxdıq ki, hədəflərimiz mümkün qədər beynəlmiləşmə, mümkün qədər daha çox ölkələrə açılma, istər ikili diplom proqramları olsun, istər mübadilələr olsun, istər əcnəbi müəllim professorların cəlb olsun, istərsə də bizim tələbələrin ölkə xaricində fəaliyyəti olsun. Bütün bunları düşünərək adımızı daha beynəlmiləl səsləndirmək istədik və bu məqsədlə bir çox universitetlər yəqin ki, şahid olmusunuz, istər ölkə daxilində, istər ölkə xaricində ana dilindən asılı olmayaraq kimliyini ingilis dilində təqdim edirlər. Bu səbəbdən biz də Azərbaycan Sports Academy olaraq kimliyimizi təqdim etdik və yeni loqomuz işləndikdən sonra, ümumiyyətlə bütün brendinq materiallarımız işləndikdən sonra onu 25-ci ilin mart ayında təqdim etdik ASA kimi və bundan etibarən, həmin dövrdən etibarən həm saytımızda dəyişiklik edildi, ümumiyyətlə yeni saytımızı istifadəyə verdik və bütün kütləvi informasiya vasitələrində xəbərlərimiz, rilizlərimiz gedərkən ASA deyə müraciət edirik. Yəni əslində çox yaxşı bir haldır. Özünüz də qeyd edirsiniz ki, bu həm beynəlmiləl bir addımdır, həm də xüsusilə son dönəmlərdə indi biz toxunacağıq daha ətraflı şəkildə ki, Azərbaycan İdman Akademiyasının müxtəlif beynəlxalq layihələrin həyata icra edilməsində xüsusi bir rolu var ki, həm eyni zamanda mübadilə proqramları, ikili diplomlar, yəni bunlar həqiqətən adı ümumiyyətlə bu mövzulara məncə təsir eləyən bir gücdür ki, düşünürəm ki, çox yerində atılmış addımdır. İstərdik ki, sizlə də davam edək. Baxın, xüsusilə biz toxunduq bir neçə mövzulara, həm beynəlxalq uğurlara, həm eyni zamanda yəni daha ətraflı şəkildə istərdik sizdən danışaq ki, 2025-ci il gəlin ümumi belə danışaq ki, ASA üçün necə keçdi? İlk öncə dəvətiniz üçün təşəkkürlər. 2025-ci il ASA üçün beynəlxalq beynəlmiləşmə baxımından çox yaxşı keçdi. İlk öncə biz son olaraq elə bu dekabr ayında Green Metrics reytinqlərdə, beynəlxalq reytinqlərdə ilk dəfə ki ASA iştirak etdi. İlk dəfə ki ASA orada beynəlxalq reytinq cədvəlinə düşdü. Həmçinin bu il ərzində bu bizim düşdüyümüz ikinci beynəlxalq reytinq idi. İyun ərzində də Times Higher Education Impact reytinqinə düşdük. Burada xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan üzrə 25 ali təhsil müəssisəsi arasında 9-cu yeri tutduq. Həmçinin burada müəyyən kateqoriyalar üzrə də yerlər tutduq. Burada səhiyyə və rifah kateqoriyasında burada Times Higher Education bunu BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq təyin edir. Biz burada səhiyyə və rifah kateqoriyasında dünyada ilk 800-lükdə yer aldıq. Nəzərə alsaq ki, Azərbaycan İdman Akademiyasının əsas istiqaməti idmandır. Bizim burada səhiyyə və rifah kateqoriyasında ilk 800-lükdə yer almamız çox vacib bir məsələdir. Bunlardan yanaşı biz bu illəri məşqçilik ixtisaslaşması üzrə ikili diplom proqramı layihəsi həyata keçirdik. Akdeniz Universitetindən, Türkiyənin Akdeniz Universitetindən oktyabr ayında imzaladıq, rəhbərlik səviyyəsində görüşümüz oldu. Burada məsələ necədir? Burada Azərbaycan İdman Akademiyasına daxil olan tələbə bakalavr səviyyəsində birinci kursu Azərbaycan İdman Akademiyasında ASA-da bitirdikdən sonra əgər ümumi orta müvəffəqiyyət göstəricisi yüksəkdirsə və türk dili biliklərinə malikdirsə, ikinci, üçüncü kursu
Akdeniz Universitetində keçirib 4-cü kursu bizdə bitirdikdən sonra hər iki ali təhsil müəssisəsinin diplomunu ala bilər. Çox Bu yaxşı, imkanı bravo. yaradırıq biz. Və burada vurğulamaq istəyirəm ki, bu təbii ki, insanlarda belə bir təəssürat yarana bilər ki, bununla bağlı hər hansı bir ödəniş etməlidirlər ki, heç bir ödəniş ödənilmir. Tələbələrin hər hansı bir ödəniş etməyinə ehtiyac yoxdur. Sadəcə dediyim kimi göstəricilərinin və dil biliklərinin yetərli olması kifayətdir. Həmçinin burada tələbələrin orada yataqxanası Akdeniz Universiteti tərəfindən qarşılanır, onu vurğulamaq istəyirəm. Bunlardan yanaşı bizim bu illəri Coventry Universiteti ilə ikili diplom müqaviləmiz 2022-ci ildən bəri həyata keçirilib idman menecmenti ixtisaslaşması üzrə. Bu illəri biz kredit bölüşülməsi və dataların bölüşülməsi sayəsində imza atdıq. Coventry Universiteti ilə bizim 6 tələbəmiz məzun oldu. Həmçinin bizim beynəlxalq yay məktəblərimiz keçirildi. Quba İdman Olimpiya kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türk dünyası dövlətlərindən olan gənclərin mübadilə proqramı həyata keçirildi. Burada yenə dediyimiz kimi dayanıqlı inkişafa bir addım mövzusunda oldu. BMT-nin dayanıqlı inkişaf məqsədinə uyğun olaraq Orhun mübadilə proqramı həyata keçirildi. Həm Azərbaycan İdman Akademiyasının professor müəllim heyəti üçün, həm Azərbaycan İdman Akademiyasının tələbələri üçün bu mübadilə proqramı çərçivəsində Azərbaycan İdman Akademiyasının həm tələbələri, həm professor müəllim heyəti Türk dünyası dövlətlərinin bir çox Türk dünyası dövlətləri təşkilatına üzv ölkələrdə gedib həmin universitetlərin maddi-texniki bazası ilə tanış oldular, həmin universitetlərin professor müəllim heyəti ilə tanış oldular. Yəni ümumi yekuna vursaq bizim beynəlmiləşmə sayəsində ASAN-ın 2025-ci ili uğurla həyata keçirilib. Çox möhtəşəm əslində layihələr həyata keçirilib. Çox yaxşı uğurlarınız var. Biz detallı şəkildə indi hər birini istəyərdik ki, ümumi bir də toxunaq və geniş müzakirələrə. Eyni zamanda biz bilirik ki, beynəlxalq elmi konfranslarda xüsusi universitet iştirak edib. Mülkiyə xanım, sizcə bu cür necə deyirlər iştiraklar ümumiyyətlə universitetin akademik nüfuzuna necə təsir göstərir? Və istədik biraz da daha geniş bu barədə məlumat verəsiniz. Yəni hər bir ali təhsil müəssisəsi kimi bizim də elmi fəaliyyətimizin stimullaşdırılması üçün tədbirlər planımız var, strategiyamız var. Ümumiyyətlə razılaşarsınız ki, bir ali təhsil müəssisəsi üçün tədrisin yanında elmin inkişafı labüddür. Bu öz yerində. Və Azərbaycan İdman Akademiyası bu ölkədə idman elmlərini propagandaya edən yeganə ali təhsil müəssisəsidir. Çünki profil üzrə yeganə ali təhsil müəssisəsidir. Lakin belə bir cəmiyyətdə və yaxud elm ictimaiyyətində ümumi sözlərlə ifadə etsəm, belə bir algı var ki, düşüncə var ki, idman elmi deyə məfhum yoxdur. Halbuki dünya ədəbiyyatına baxsaq, ümumiyyətlə dünyada elmin inkişafına baxsaq, artıq 2-ci dekadadan çoxdur ki, idman elmləri sahə kimi formalaşıb, müxtəlif jurnalları var, məşhur elmetrik bazalara daxil olan jurnallar var, impact faktoru yüksək olan və bu jurnallarda kifayət qədər çoxsaylı alimlər məqalələrini illərdir dərc edirlər. İdman elmləri dedikdə onun içinə həm idman tibbi, həm reabilitasiya, fizioterapiya, həm idman psixologiyası, həm idman nutrisologiyası, həm bir məşqçinin formalaşması, fiziologiyası, kineziologiya məsələləri, həm idman iqtisadiyyatı məsələləri, yəni müxtəlif məsələlər cəmləşə bilər. Eyni zamanda idman elminin yanında əlavə, məsələn, iqtisadiyyat və ekonomika, iqtisadiyyat və menecment jurnallarında da idmanın idarə olunması məsələləri daha çox əhatə oluna bilər. Və yaxud pedaqogika təhsil jurnallarında idman təhsili məsələləri əhatə oluna bilər. Yəni, dediyim kimi, bu sahə çox şaxəlidir və bir neçə sahəni də özlüyündə birləşdirir. Bunu nəzərə alaraq İdman Akademiyası öz strateji inkişaf planına uyğun olaraq, necə ki, bayaq dedim, rebranding məsələsi bizim üçün önəmli idi. Strateji inkişaf məqsədlərimizin içində elmi fəaliyyətimizi artırmaq, ümumiyyətlə elmi fəaliyyəti həm ölkə daxili, həm ölkə xarici stimullaşdırmaq hədəfi var. Biz ümumiyyətlə düşünürük, belə bir ambisiyamız var ki, regionda idman profilli ilk universitet olaq. Yəni, Həsən bəy az öncə reytinqləri vurğuladı. Bu reytinqlər nə üçün vacibdir? Bəlkə də yəqin izləyirsiniz kütləvi informasiya vasitələrində, digər ali təhsil müəssisələrdə fərqli-fərqli reytinqlərə düşürlər. Reytinqdə irəliləmək üçün çalışırlar. Biz də reytinqlərə düşürük. Reytinqlərə düşmək
əslində hədəfimizin rəqəmsal ölçüsüdür. Təbii ki. Yəni biz əgər regionda idman profilli lider universitet olmaq istəyiriksə, bu bizim fikrimizlə ölçülə bilməz. Mütləq. Bu beynəlxalq reytinqlər vasitəsilə ölçülməlidir və Həsən bəyin az öncə vurğuladığı kimi The Impact-ə bizim düşməyimiz və həm sağlamlıq rifah maddəsi üzrə, göstəricisi üzrə ilk 800-ə düşməyimiz dünya üzrə böyük göstəricidir. Və nəzərə alın ki, 1930-cu ildən bəri yaradılmış İdman Akademiyası heç bir reytinqə düşməmişdi. Yəni 25-ci ildə dalbadal 2 reytinqə düşməsi bizim üçün böyük uğurdur. Məsələn, Green Metrics reytinqinə də biz dekabr ayında bir neçə gün bundan öncə düşdük. Orada yerimizdən məmnunuqmu? Xeyr, məmnun deyilik. Ancaq ilk dəfə üçün əlbəttə ki, bu qürur mənbəyidir. Əsas düşməkdir. Bəli, əsas düşməkdir. İndi biz onu irəlilətmək istəyirik. Və bu kimi reytinqlərin hər birinə təsir edən faktorlardan biri də elm sahəsidir. Bəlkə də ən vacib məsələlərdən biri elm sahəsidir. Biz əslində hər il demək olar ki, İdman Akademiyası istər ölkə daxili əcnəbilərin iştirakı ilə, bizim mütəxəssislərin iştirakı ilə elmi konferanslar keçirdib. Lakin bu ilin digər illərdən fərqi nə idi? Biz bu il 3 beynəlxalq elmi konferans keçirmişik. 3 beynəlxalq elmi konferansın ikisi ölkə xaricində keçirilib, biri ölkə daxilində. Ölkə xaricində keçirilmiş konferansların biri sentyabr ayında Sloveniyada, noyabr ayında Konyada, Türkiyədə keçirilib və biz o konferanslara ev təşkilatçılığı, belə deyim, həm təşkilatçısı olmuşuq. Ev təşkilatçı yox, həm təşkilatçısı olmuşuq. Həm təşkilatçı nə deməkdir? 3-4 partnyor varsa biz o partnyorlardan biriyik. Və Azərbaycan İdman Akademiyası ASA'nın delegasiyası ilə də orada təmsil olunmuşuq. Həm təşkilati baxımdan təmsil olunmuşuq, həm bizim professor müəllim heyəti təqdimatlarla, çıxışlarla, elmi məruzələrlə çıxış edib. Sonuncu konferans isə o da noyabr ayına təsadüf etdi Bakıda. Yəni bizim ev sahibliyimizlə baş verdi. Bu da beynəlxalq elmi konferans idi dediyim kimi. Və burada da istər Azərbaycanlılar, istər əcnəbi mütəxəssislər çıxış eləyirdilər. Həm plenar sessiyalarda, həm panellərdə bizim və əcnəbi mütəxəssislərin, çoxsaylı əcnəbi mütəxəssislərin çıxışı ilə biz bu ilin sonuncu beynəlxalq elmi konferansını başa vurduq. Düşünürəm ki, qısa müddətdə xaricdə beynəlxalq elmi konferans keçirdən nadir universitetlərdənik və buna görə də növbəti il üçün də hədəflərimiz daha böyükdür. Bir il ərzində 3, yəni 2 daha doğrusu beynəlxalq xarici, biri Azərbaycanda həyata keçirilən ümumilikdə 3 beynəlxalq konferans. Bu həqiqətən doğrudan da mən deyərdim ki, görülən işin və əziyyətin, zəhmətin bəhrəsidir ki, həqiqətən Azərbaycanda ümumiyyətlə, baxın siz çox yaxşı bir məqamda toxundunuz. Biz öncələrdə adı Azərbaycan Bədən Tərbiyəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Çox uzun, bəli. Uzun idi və istənilən formada insanlarda, yəni düşüncə orada sadəcə ümumiyyətlə idman eləyirlər, yəni təhsil. Amma biz sonra müəyyən dövrdən sonra gördük ki, yox, bu siz qeyd etdiyiniz kimi idman sahələrinə aid olan, yəni xüsusilə bir çox sahələr özündə ehtiva edir də. Məsələn, orada biz informasiya texnologiyalarını və digər bir çox ixtisaslar var ki, kifayət qədər də uğurlu tələbələr, gənclər. Ümid edirik ki, gələcəyə doğru da artıq bu rəqəmlər çox yaxşı olacaq. Qarşıda indi 100 illik də var. Biz bununla da sizlərlə danışaq ki, o köklü universitetin 100 illiyinə doğru artıq hansı layihələr olacaq, nə planlar var, bu barədə ətraflı danışacağıq. Siz qeyd edədiniz ikili diplom proqramları. Mən düşünürəm ki, doğrudan da gənclər üçün ən maraqlı mövzulardan da biri budur ki, 4 il içində həm iki tərəfdən, yəni diplom əldə edirsən, bu istənilən formada həmin insanın akademik səviyyəsinin də artırılmasına bir üstünlükdür. Bəs tələbələr bu məsələlərin hansı reaksiyalar verirlər? Ümumiyyətlə bu inkişaf proqramlarında aktivliyi necədir? Sizə bu barədə danışaq. Biz bu proqramı oktyabr ayında imzaladıq. Daha sonra ASA daxilində bunun təbliğatını aparmağa başladıq. Tələbələrdən müsbət reaksiya alırıq təbii ki. Çünki tələbələr hər hansı bayaqları vurğuladığım kimi hər hansı bir ödəniş eləmədən bu proqramda iştirak edəcəklər üçün tələbələr üçün böyük bir şans olduğunu fikirləşirik. Bayaqları Ülkər xanım vurğuladı. Necə ki siz də vurğuladınız. Necə ki Azərbaycan İdman Akademiyası əvvəl sadəcə idman yönümlü fikirləşilirdisə, bizdə belə bir incə bir nüans var idi ki, insanlar fikirləşirdi ki, biz idmançı yetişdiririk. Ancaq reallıq budur ki, biz idmançı yox, idmançı. Çox üzr sanki hamı güləşir orada və ya məşq eləyir. Belə bir düşüncə var idi. Ancaq reallıq budur ki, biz idmançını yetişdirənləri yetişdiririk. Yəni və biz ona görə də biz bu ixtisaslaşma üzrə, məşqçilik ixtisaslaşması üzrə Akdeniz Universitetində imzalamamızda bu ikili diplom proqramını imzalamamızda. Bu bütün idman sahələri üzrə məşqçilik. Məşqçilik, bəli, bütün idman sahələri üzrə məşqçilik proqramı Azərbaycan sektoruna daxil olan tələbələrə bu şans tanınır. Burada hədəfimiz bu idi ki, yəni tələbələr sadəcə Azərbaycan praktikasını deyil, beynəlxalq praktikasında yerində
orada nümunə verim belə, yəni bizim özümüz birbaşa tanış olmuşuq deyə bilərəm ki, məsələn Türkiyədə kamandan ox atma üzrə olimpiya çempionu Mehdi Qazozun məşqçiləri orada dərs deyirlər. Evet. Bəli. Yəni onlardan birbaşa bu imkanları alma imkanları olacaq. Təbii ki, Azərbaycanda da dəyərli mütəxəssislərimiz var. Ancaq bu günləri müasir elmdə də, idmanda da, təhsildə də vacib olan müqayisəli təhlili Təbii ki. tələbələrin aparma imkanı yaradacaq. Tələbələr bu imkandan faydalana bilərlər. Birinci kursa daxil olduqdan sonra vurğuladığım kimi artıq bu illər daxil olan tələbələrimiz gələn illəri bu imkanlardan faydalana biləcəklər. Bizim nəzərdə tutduğumuz növbəti il üçün 5 tələbədir. Ancaq artıq ildən ilə sayı arta bilər. Təbii ki, biz bunu praktikada necə təzahür etdiyini görəndən sonra qarşı tərəflə danışıqlar aparıb daha çox tələbəmizin getməyə imkanını sağlaya bilərik. Yəni tələbələr üçün ikili diplom proqramları indi biz xüsusilə bakalavrda danışdıq. Bizdə magistr proqramları da Coventry Universiteti ilə, MİGÜMO ilə bizim burada ümumi ana məqsədimiz budur ki, belə deyim, əsas mottomuz budur ki, tələbə birinci kursa daxil olduqdan sonra 4 il oxuduğu müddət ərzində, daha sonra magistraturanda davam elətdirəcəksə, 6 il oxuduğu müddət ərzində ən azından heç olmasa bir beynəlxalq proqramdan, bir beynəlxalq proqram imkanından istifadə eləsin. Yəni bu beynəlxalq layihə ola bilər, bu ikili diplom proqramları ola bilər, bu beynəlxalq elmi konfranslar ola bilər. ASAN-ın yaratdığı imkanlar çərçivəsində mənə elə gəlir ki, tələbə oxumağa həvəslidirsə, ümumi orta müvəffəqiyyət göstəricisi yuxarıdırsa, xüsusilə xarici dil biliyi yüksəkdirsə, çünki xarici dil biliyi burada kifayət qədər vacibdir. Həm qaynaqlara çatmaqda, həm insanlarla dialoqda. Bunlar varsa tələbələr üçün bizdə imkanlar kifayət qədər genişdir. Ancaq ən vacib imkan dediyim kimi ikili diplom proqramlarıdır. Çünki bunun nəticəsində tələbə həm bizim ali təhsil müəssisəsinin ASAN diplomunu əldə edir, həm də qarşı əməkdaşı olduğumuz ali təhsil müəssisəsinin diplomunu əldə edə bilir. Siz də toxundunuz, Ülkər xanım da toxundu. Mən istərdim tamaşaçılarımız, izləyicilərimiz, indi bizə hər yerdən, hər bölgədən izləyən dostlar var. Aydın olmaq üçün biraz da bu reytinq məsələsini biz biraz daha aydın şəkildə məncə izah edək. Çünki doğrudan çox maraqlı bir faktdır ki, ümumiyyətlə baxın, hazırda biz qeyd elədik, ASA bir neçə beynəlxalq reytinqə düşüb və bu doğrudan da çox böyük üstünlükdür. Bu necə hesablanır və ümumiyyətlə üstünlüyü nə olacaq gələcəkdə və indiki dövrdə? Buyurun. Baxın, reytinq burada ümumiləşdirən bir belə deyim də ifadədir. Reytinqin tərkibi bir çox hissədən ibarətdir. Burada maddi texniki infrastruktur, burada bayaqlar Ülkər xanımın vurğuladığı kimi elmi tədqiqatlar, elmi araşdırmalar, məqalələr, təhsilin keyfiyyəti, bunların hamısı öz tərkibində bir indikatordur, bir belə deyim göstəricidir. Tələbələrin başa düşməsi üçün belə izah edeyim. Məsələn, biz nümunə verdik səhiyyə və rifah üzrə ilk 800-də yer almışıq The Impact reytinqində. Yəni bunun mənası budur ki, Azərbaycan İdman Akademiyasına daxil olan, xüsusilə məsələn bizim bakalavr üzrə fizioterapiya ixtisasında, magistratura üzrə bədən tərbiyəsində idman və reabilitasiya ingilis dilində olan ixtisaslarımıza qəbul olan tələbə kifayət qədər keyfiyyətli təhsil alma imkanına malikdir. Yəni burada bu onu göstərir ki, bizdə buna uyğun maddi texniki baza var, bizdə buna uyğun infrastruktur var. Bizim xüsusilə vurğuladığım magistratura ixtisasımızda demək olar bütün fənlər əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilir. Yəni bizdə digər reytinqə gəldikdə isə Green Matrix reytinqində. Green Matrix reytinqi isə daha çox fokuslanır infrastruktura. Yəni infrastruktur, iqlimə münasibət, yanaşma, enerji qaynaqları, su ehtiyatı. Tələbələr, yəni biz bu reytinqləri elan etməyimizin məqsəd budur ki, təbii ki, reytinq deyəndə sizin dediyiniz kimi bizi izləyənlər biraz fərqli cür başa düşə bilərlər. Ancaq bizim bunun açıqlamasını verməyimizdə səbəb budur ki, tələbələr başa düşsün ki, yəni bu reytinqlər onların təhsil həyatına birbaşa təsir edən göstəricilərdir. Yəni bizdə əgər maddi texniki baza kifayət qədər yaxşı olmasa, bizim əgər təhsildə keyfiyyətimiz yüksək olmasa, bizdə bu göstəricilər yaxşı olmadığı təqdirdə bu onu göstərir ki, tələbə gəlib yaxşı təhsil ala bilməyəcək. Ancaq bizdə Ülkər xanım vurğuladığı kimi biz bu illəri ilk dəfə idi ki, bu reytinqlərə daxil olduq. Hədəfimiz təbii ki, ildən ilə addım-addım yüksəlməkdir. Yəni çünki bu reytinqlərə daxil olmaq nisbətən asan görsənsə də çox çətindir.
Daha çətin olan məqam isə bu reytinqlərdə yerini qoruyub saxlamaq və irəliləməkdir. Bilirsiniz, məncə əslində çox da asan deyil. Çünki əgər biz doğrudan da toxunsaq ki, həm infrastruktur baxımından, həm elm baxımından, yəni bu reytinqlərə, 52 reytinqə düşməyin özü də böyük bir üstünlükdür ki, bu o demək ki, doğrudan da baxın, əsas məsələn budur. Azərbaycanda həqiqətən təhsilə və inkişafa inamın get-gedə artması səbəb ola biləcək. Çünki çox yaxşı bir açıqlama da etdiniz ki, yəni bu reytinqin əziz dostlar əsas məqsədi budur ki, yəni açıqlamaqda əsas mövzu da budur ki, yəni siz artıq ASAda həm keyfiyyətli, bir o qədər də sizə inkişaf yönümlü təhsili əldə edə biləcəksiniz. Bəs tələbələrin qəbul prosesində artımlar varmı? Ümumiyyətlə Azərbaycan İdman Akademiyasına hazırda belə deyək də Azərbaycan gənclərinin akademiyada təhsil almaq marağı ümumiyyətlə ötən illərlə müqayisədə artıbmı? Bu statistika varmı sizdə yoxsa necə? Bəlkə də bu dəyişikliklərlə əlaqəlidir ki, artıq 2-ci ildir İdman Akademiyasına müraciət edən tələbələrin sayı mövcud yerlərdən 3 dəfə çoxdur. Aha. Məsələn, bizim bakalavrda 1500 qəbulumuz olur fərqli-fərqli ixtisaslar üzrə. 20 minə yaxın tələbə abituriyent müraciət edir. Kifayət qədər yüksək Bəli, məsələn, rəqəmlər. keçən il 19 min, 18 minə yaxın abituriyent bura müraciət edir. Ola bilər ki, sözsüz burada səbəblərdən biri yəqin profil üzrə yeganə ali təhsil müəssisəsinin olmasıdır. Bu faktoru dana bilmərik. Ancaq digər bir məsələ də çox güman ki, ölkədə ASA ilə bağlı gedən dəyişikliklərin izlənilməsidir. ASA-nın hər hansı bir fəaliyyətinin asanlıqla ictimaiyyətə ötürülməsi və niyə bu fəaliyyəti icra edir? Bu, ümumiyyətlə, məzunun karyerasında tələbənin növbəti etaplarda inkişafına necə təsir edir? Bunu mümkün qədər açıq şəkildə ifadə eləməyə çalışırıq. Ancaq qəbul prosesində, yəqin bilirsiniz, biz birbaşa iştirak etmirik. Yəni, abituriyentlər qabiliyyət imtahanı verirlər. Qabiliyyət imtahanı Dövlət İmtahan Mərkəzi və Gənclər İdman Nazirliyi tərəfindən keçirilir. Proses tam bitir, tələbələr qəbul olurlar. Daha doğrusu abituriyentlərin qəbul prosesi bitir. Qəbul olduqdan sonra İdman Akademiyası qeydiyyatı keçirdir. Yəni, qeydiyyat gününə qədər biz bizə qəbul olan heç bir kəsi tanımırıq, görmürük. Ancaq statistikadan xəbərimiz var, çünki Gənclər İdman Nazirliyi bilavasitə bu sektorun bir nömrəli işə götürənidir və birbaşa Gənclər İdman Nazirliyi köməkliyi ilə biz qəbul planını formalaşdırırıq. Məsələn, bayaq idman növlərinə toxundunuz. Bizim 27 idman növü üzrə məşqçilik təhsilini veririk. Burada kamandan ox atma da var, ağırlıq qaldırma da var, güləş də var, judo da var, üzgüçülük də var və s. Yəni 27 idman növü üzrə hər bölmədə Azərbaycan, Rus, İngilis bölməsində neçə tələbə qəbul edəcəksə, bu qəbul planı Gənclər və İdman Nazirliyindən birgə işlənir. Ancaq Gənclər və İdman Nazirliyi bunu da tək işləmir. O da federasiyalardan tələbi alır, ehtiyacları alır. Yəni, federasiyaların ehtiyacı bugün, məsələn, 5 üzgüçüyədirsə, biz 5 üzgüçü üçün qəbul planında yer ayırırıq. Əgər idman, məsələn, Judo Federasiyası 5 ingilis dilli judoist məşqçi istəyirəm deyirsə, o zaman ingilis sektorunda, ingilis bölməsində 5 judo üçün abituriyentə, tələbəyə yer ayırırıq. Yəni, qəbul planımız əslində son illərdir demək olar eynidir. Fərqli ixtisaslar üzrə rəqəmlərimiz demək olar dəyişməyib. Ancaq müraciət edən abituriyentlərin sayı 2 dəfə, 3 dəfə artıqdır. Bilirsiniz, əslində siz qeyd etdiyiniz kimi düşünürəm ki, bu görülən işlərin, uğurlu fəaliyyətin bəhrəsidir ki, həqiqətən artıq bu qədər Azərbaycan gənci bu sahəyə maraq yönləndirib. Uğurlar arzu edirik biz sizin fəaliyyətinizdə. Qeyd etdiyimiz kimi artıq qarşıdan 100 illik gəlir. Yəni bu köklü universitetin 100 illiyi. Mən düşünürəm ki, bir ildə bu qədər, bu 1-2 ildə bu qədər çox iş görmüsünüzsə, qarşıdakı bu 3-4 ildə də çox böyük işlər görəcəksiniz və biz həmin, necə deyirlər, o möhtəşəm 100 illikdə də baxın, çox fərqli və maraqlı mövzuları ilə Maqın studiyasında yəqin ki, artıq digər dostlarımız olar aparıcı qismində müzakirə olunacaq. Çox sağ olun gəldiyiniz üçün də oradan da. Mən düşünürəm ki, həqiqətən gənclərimiz üçün çox faydalı bir müzakirə oldu. Bir daha minnətdarıq. Gərgin iş qrafikinə vaxt ayırdınız, gəldiniz. Daim irəli, necə deyək, başqa da məncə bir söz deməyə ehtiyac yox. Gənclərimizə də uğurlar. Çox sağ olun.